Hə, deməli müəllimlər, bugünkü mövzumuz formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə bilirik ki, bizə nə üçün lazımdır? Şagirdin inkişafını izləməkdən ötrü lazımdır. Şagirdə düzgün istiqamət verməkdən ötrü bizə lazımdır formativ qiymətləndirmə. Və formativ qiymətləndirmənin də məqsədi odur ki, müəllimlər, yəni şagirdin qarşılaşdığı çətinlikləri aradan qaldıraq, şagirdləri irəli aparaq, onlara düzgün istiqamət verək. Bu formativ qiymətləndirmədir. Yəni gündəlik apardığımız qiymətləndirmə, müşahidələr bu bizim formativ qiymətləndirməmizə aiddir. Deyib burada da məqsədi var. Şagirdin çətinliklərini aradan qaldırmaq, şagirdləri irəli aparmaq. Bax bunlar hər biri test sualdır. Ona görə testə salmışam, diqqətli olun. Sonra şagirdlərə düzgün istiqamət vermək. Hər biri formativ qiymətləndirmənin məqsədidir. Sonra formativ qiymətləndirmədə başqa nələr deyə bilərik? Formativ qiymətləndirmədə əsas nüanslardan biri əks əlaqədir müəllimlər. Əks əlaqə, yəni rəyi müəllim keçmişə deyil, gələcəyə yönəlik verməlidir. Şagirdlərin yalnız səhvlərini deməməlidir. Yəni yalnız səhvlərini desək, yalnız məsələn, bayaq bir nümunə gətirdim. Tutaq ki, uşaq şagirdə test vermişik, tutaq qiymətləndirmə aparırıq. Nəticəsində görürük ki, məsələn, səhvləri çox. Deyirik ki, mətndə səhvlərin çoxdur. Əgər sən imtahana hazırlaşsaydın bu mətn üzrə, sənin səhvlərin çox olmazdı. Bu məsələn effektiv olar şagird üçün. Şagirdi irəli aparar. Nəsə bir səmərəli bir söz dedim, mən rəy verdim, yox vermədim. Ona görə bu keçmişə yönəlik hesab olunur və həmçində effektiv deyil. Əgər desəm ki, hə, səhvlərim bu mövzular üzrə idi. Bu hissədən idi. Get həmin mövzuları aç, oxu, gələcəkdə növbəti imtahanlarda, növbəti qiymətləndirmədə bu səhvləri etməyəcəksən. Bu həm effektivdir, faydalı oldu da. Şagird bildi ki, səhv hardadır, gedib nəyə oxuyacaq. Ona görə buna deyirik ki, bizim effektiv rəy. Sonra keçək o biri səhifəyə, görək o nə var? Sonra nə var? Hə, rəy müəllimləri spesifik olmalıdır. Bunlar hər biri test sualdır. Yəni spesifik nə deməkdir? Bayaq testin içərisində izahatını verdim. Ümumi sözlərlə ifadə olmamalıdır. Bax, misal üçün, testi işləyibdi uşaq. Aha, afərin, yaxşı. Tutaq ki, 10 dənə sual vermişəm. 10 dənədən 2 səhvi var, 8 düzüdür. Və yaxud da 5 səhvi var, 9 düzü var. Ümumi deyirəm ki, afərin yaxşıdır. Bu spesifik şagird bilməyəcək axı, tutaq ki, nəyi yaxşı yazdı, nəyi düz yazıb, nəyi səhv yazıb. Ümumidir. Amma spesifik odur ki, nəyi səhv, nəyi düz yazdığını aydın olaraq bir-bir izahat edirik. Bu oldu bizim spesifik rəyimiz. Sonra zamanlama. Yəni rəyi vaxtında verin müəllimlər. Yerində verin. Üstündən bir neçə gün keçəndən sonra o effektiv olmur. Misal üçün, səhvi var indi, qiymətləndirmə aparmısınız. Yerində də rəyinizi verin ki, sənin səhvin budur, nədədir və istiqamətinizi verin. Bu zamanlama bu yəni. Vaxtında verilən rəy vaxtında verilməlidir. Bu da test sualıdır və bayaq izah etdiyim içərisində var idi. Həssaslıq və pozitivlik. Rəyi verəndə həssaslıqla verin. Misal üçün, uşaq səhv eləyib, çox eləyib, hə, təhqir eləyən bu nədir? Sən heç nə başa düşmürsən, heç nə qanmırsan, bağışlayın. Elə, nə bilim, sizin nəsildə heç kim yaxşı oxumayıb elə. Sən də elə onlardan birisən. Şagirdə artıq biz motivasiyadan salırıq, bu bir. Həssasla yanaşmırıq, bu iki. Həssaslıq odur ki, səhvlərini də elə deməliyik ki, sırf səhvlər üzərində durmamalıyıq. Düzlərini də vurğulamalıyıq. Səhvlərinə də istiqamət verməliyik. Sonra inkişafa da yönümlü olmalıdır rəylərimiz. Sonra rəyin növləri var. Bayaq dedim, içində gedir. Gələcəyə yönəlik olmalıdır, istiqamət verməliyik, idraki fəaliyyətə yönəlməlidir. Bax, testə düşür ki, rəy keçmişə yönəlikdir. Bu səhvdir. Rəy gələcəyə yönəlik olmalıdır. Rəy emosiyalara yox, idraki fəaliyyətə yönəlməlidir. Yəni bu nə deməkdir? Gəlin bunun açıqlamasını verim. Siz test işləyib, qiymətləndirmə aparmısınız. Görürsünüz ki, səhvləri, misal üçün, azlıq, çoxu düz yazıb. Deyirsən, afərin, sən ağıllısan, hal olsun sənə. Elə sizin nəsildə hamı yaxşı oxubdur, sən də elə onlardan birisən. Mən bilirdim ki, belə olacaq. Siz bunun artıq emosional yanaşmadır da. Amma desən ki, afərin, səhvlərin, məsəl üçün, 9 dənə düzün var, düzləri budur, səhvin də budur. Get səhvindən də, misal üçün, nəticə çıxart. Səhvini
mən artıq nəyə yönəlirəm? İdraki fəaliyyətinə, şagirdin indi fəaliyyətinə yönəlim. Afərin deyirəm ha yenə. Yəni orada görməyin ki, afərin varsa, yox bu emosionala yönəlibdir. Xeyr, idraki də afərin ola bilər. Amma afərin görün nəyə verirsiniz? Şagirdin fəaliyyətinə verirsiniz, yoxsa onun necə deyim, ağlına verirsiniz? Bax buna diqqət edin müəllimlər. Sonra bir də əks əlaqənin növləri var. Korrekt edici var, sonra təsvir edici var, bir də konstruktiv əks əlaqə var. Korrekt edici əks əlaqə odur ki, korrekti eləmək yerində düzəliş edirsiniz. Yerindəcə düzəliş. Bu nə deməkdir? Bax, uşaq hər hansı bir lövhədə düstur yazır. O düsturda tutaq ki, plusdur, minusdur, səhv edir, yerindəcə düzəliş edirsiniz. Korrekt edirsiniz, bərpa edirsiniz, belə deyim. Bu korrekt edicidir. Təsvir edici əks əlaqə odur ki, təsvir əks əlaqə. Şagirdin həm səhvini, həm düzünü izahatını verirsiniz. Sadəcə tapşırığa yönəlsiniz. Başqa heç bir şey demirsiniz. Sadəcə tapşırığa yönələrək səhvin, düzün izahatını verirsiniz. Vəssalam. Amma müəllimlər, bu rəylər içərisində mənə görə ən gözəl rəy konstruktiv rəydir və imtahanda da düşəcək mütləq suallardan biridir. Konstruktiv rəy statik düşəcək ki, məsəl üçün bu konstruktivdir yoxsa yox. Konstruktiv rəy odur ki, şagirdin həm səhvini deyirsiniz müəllimlər, həm düzünü deyirsiniz, üstəgəl onlara istiqamət verirsiniz. Gələcəyə yönəlik rəy verirsiniz. İstiqamət, məsələn, səhvini dediniz, düzün izahatını verdiniz, üstəgəl istiqamət verirsiniz ki, gələcəkdə bu mövzuları oxu, üzərində işlə. Üstəgəl, məsələn, burada motive edici sözlərdən də istifadə edə bilərsiniz. Yəni, bu, ümumiyyətcə, konstruktiv rəy bu rəylər içərisində ən dolğun, uyğun rəylərdən biridir və hər zaman da müəllimlərdən tələb olunan, istifadə edəcəyi rəylərdən biridir konstruktiv rəy. Sonra, başqa bir dənə də rəyimiz olacaq. O da motivasiya edicidir. Motivasiya edici. Adından göründüyü kimi, məsəl üçün, şagirdlər görürsüz də, çox vaxt imtahanda yaxud da qiymətləndirmədə tapşırığın verilməsində səhvi çox olanda motivasiyadan düşür. Siz ona motivasiya edici rəy verməlisiniz ki, ruhdan düşkünlük yaşamasın. Şagird özünə inamı artsın. Bax, onun məqsədi odur ki, biz şagirddə rəyimiz nəticəsində motivasiya edirik, özünə inamı artırırıq. Bu qədər. Sonra bir də müşahidən. Formativ qiymətləndirmədə müşahidənin böyük rolu var. Müşahidə nəyə xidmət edir? Şagirdin talim nailiyyətini izləməyə, onların inkişafını stimullaşdırmağa, daha sonra və müşahidənin müəllimlər iki növü var. İki cür apara bilər. Bir, biz müşahidəni rəsmi formada apara bilərik. Bir də qeyri-rəsmi formada apara bilərik. Qeyri-rəsmi bildik, gündəlik dərsə giririk. Təbii olan proses, təbii olan müşahidədir. Rəsmi formada isə əvvəlcədən hazırlaşırıq. Nələr edəcəyini dərsdə, qeydlərimizi aparırıq. Bu da bizim rəsmi müşahidəmizdir. Yəni, yerindəcə hər hansı bir, necə deyim, gözlənməz hadisə baş verəndə biz qabaqcadan onu hazırlaşmış oluruq da bir növ rəsmi müşahidədə ki, hansı reaksiyanı verəcəyik. Amma qeyri-rəsmidə bir növ necə, təbii dərsə giririk, gündəlik apardığımız müşahidədir. Sonra müşahidənin faydası odur ki, şagirdin gücü, zəif tərəflərini öyrənirik, şagirdin öyrənmə tərzlərini haqqında məlumatlı oluruq. Daha sonra sual-cavab üsulu var, müəllimlər. Qapalı sual və açıq sual. Bayaq izahatını verdim. Qapalı sual fakta əsaslanır, yaddaşımıza əsaslanır. Müəyyən bir faktı xatırlayarıq deyirik. Amma açıq sualda isə biz neyinirik? Açıq sualda öz yanaşmamızı, öz fikrimizi bildiririk. Bu açıq sual. Müəllimlər, sonra nə var? Yoldaş qiymətləndirilməsi və özün qiymətləndirmə. Özün qiymətləndirmə odur ki, şagird nəyi bildiyini, nəyi bilmədiyini, nəyi təkmilləşdirməli olduğunu müəyyən edir. Özün qiymətləndirmə, yəni özün üçün bir strategiya müəyyənləşdirir, özü üçün bir yol seçir. Bu özün qiymətləndirmədir. Yoldaş qiymətləndirmə isə qarşılıqlı qiymətləndirmədir. Biz yoldaşımıza rəy veririk, istiqamət veririk, qiymətləndirmə aparırıq. Əsasən, məsələn, cütlərlə, qrup işlərində cütlərlə də daha effektivdir yoldaş qiymətləndirməsi. Sonra, informativ qiymətləndirmə çox asan qiymətləndirmədən biridir. Başqa nə gəlirik? Əsas burada deyəcəyimiz, bir də müəllimlər, gözləmə vaxtı da düşə bilər. Uşaqlara ümumiyyətcə, şagirdlərə sual verəndə gözləyin. Heç olmasa 10-30 saniyə müəyyən bir müddətdir, o müddət arasında gözləyin. Çünki elə şagird var ki, sırası biraz düşünmə ehtiyac durur da, yerindəcə cavab verə bilmir. Ona görə biz şagirdlərə, çünki çox versək də, misal üçün, mən oturum gözləyim, bəlkə heç bu sualı bilmir. Ona görə müəyyən bir müddət var, 10-30 saniyə arasında şagirdlərə gözləmə vaxtı verilir. Bu kurikulumun tələbidir. Daha sonra çıxış bileti nədir? Bu refleksiya üsulunda da keçmişdik. Formativ qiymətləndirmədə də var müəllimlər bu çıxış bileti. Çıxış bileti məqsəd odur ki, şagirddən bir növ dərsin sonunda aparılır. Şagirdin
yoxlamaqdan ötürü də nə dərəcədə dərsi anlayıb anlamadığını. Məsələn, nümunə kimi nə deyə bilərik? Bu gün öyrəndiyin bir şeyi qeyd elə. Çıxış yekunda dərsə bir 5 dəqiqə, 10 dəqiqə qalmış. Bunu biz şagirdlərə veririk bu sualı. Adından göründüyü kimi çıxışda. Bu gün nə öyrəndin, onu qeyd et deyirik və yaxud da öyrəndiyini real həyatda necə əlaqələndirə bilərsən? Bu gün nəyi başa düşmədin? Bu çıxış biletində bunları biz qeyd edirik, şagirdin fikirlərini alırıq. Görək nə qədər mənimsəyib dərsi. Sonra müəllimlər rubriklər var. Əsas nüansdan bir rubrik odur ki, müəllimlər meyar cədvəlidir rubrik. Rubrik həm belə deyim də, həm müəllimə, həm şagirdə bir növ yol xəritəsi kimidir. Yəni işin keyfiyyətini ölçməyə bizə kömək edir. Yol xəritəsi rol oynayır və belə deyim, şagird aydınlıq gətirir. Şagird işə başlamazdan əvvəl ondan nə tələb olunduğunu və hansı səviyyədə bal alacağını dəqiq bilir. Bu nə deməkdir? Bax, rubrikin özü 3 hissədən ibarətdir. İzahatını verəcəm. Meyarlardan, keyfiyyət səviyyəsindən, bir də meyarlara uyğun təsvirlərdən, meyarlara uyğun keyfiyyət səviyyənin təsvirlərindən ibarətdir. Meyarlar nədir? Meyar odur ki, yəni bir növ qabaqcadan meyarı müəyyənləşdirmək. Misal üçün, mən tarix müəllimi olaraq meyarlar qoyuram ki, sizdən nədən qiymətləndirəcəm? Hə, sizi 2-ci Dünya müharibəsindən qiymətləndirəcəm, sizi xronologiyadan qiymətləndirəcəm. Mən bu meyarları özümdən müəyyənləşdirdim. Bu meyarlardır. Keyfiyyət səviyyəsi odur ki, nailiyyət dərəcəsi. Yəni əla, yaxşı, məsələn, kafi, misal üçün deyirəm, 2-ci Dünya müharibəsindən, hə, əla, yaxşı, kafi, qeyri-kafi bu nailiyyət səviyyəsidir şagirdin. Meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviri odur ki, müəllimlər, bu üçüncü. Baxın, mən meyar qoymuşam, tutaq ki, 2-ci Dünya müharibəsi. Mən deyirəm ki, bir də qoymuşam xronologiyadan, ümumi xronologiya. Bu mənim meyarımdır. Mən deyirəm ki, tutaq 2-ci Dünya müharibəsindən sizə meyar, nailiyyət keyfiyyət səviyyəsi hansı dərəcədə, hansı nailiyyət dərəcəsində yoxlayacam sizi və yaxud da xronologiya üzrə bu bizim meyarımızdır. Hansı keyfiyyət səviyyə qoyuram ora, hansı keyfiyyət səviyyəsini neçə ballıqla qiymətləndirəcəm? Məsəl üçün, 2-ci Dünya müharibəsini sizdən qiymətləndirəcəm neçə balla? Tutaq ki, 3 balla, o birisini 2 balla, nəsə belə bir keyfiyyət səviyyəsi qoyuram orada. Bu da oldu meyarlara uyğun keyfiyyət səviyyəsinin təsviri. Daha sonra nə gəldi? Hə, məqsədinə görə, bir dənə bunu silək. Hə, məqsədinə görə də rubriklərin növü var. Rubrik bir növ cədvəldir. Cədvəl çəkirik və cədvəl əlimizdə olur. Şagirdləri qiymətləndiririk. Analitik rubrik var, bir də holistik rubrik var. Analitik odur ki, müəllimlər, bayaq meyarlar müəyyənləşdirmişdim ha. Bir neçə meyar müəyyənləşdirirsinizsə, o meyarların hər birini ayrı-ayrıqda rəy verirsiniz. Misal üçün, idmandan qaçış olsun, tullanma olsun, ayrı-ayrı tutaq ki, meyarlar müəyyənləşdirmisiniz. Məsələn, qaçışa uyğun analitikdə ayrıca rəy verirsiniz, tullanmaya uyğun ayrıca rəy verirsiniz. Bu sizin meyarlarınızda. Amma holistikdə bu tutaq ki, 2 dənə meyardır, bu 2 dənə meyara ümumi rəy verirsiniz. Holistik ümumi rəydir və həmçində vaxt itkisi eləmirsiniz holistikdə də. Bu da bu qədər. Analitik və holistik rubrikiniz oldu. Aha.